Hamıya salamlar olsun. Bugün Minecraft'da həyata kalma oynayacağım. Gördüyünüz kimi qəşəng yerdə başlamışam. Ağacdan çox olduğu yerdə. Əlavə olaraq da özümə bonus sandıq eləmişdim. Bonus sandığından yəni yaxşı şeylər çıxdı. Yəni bir də odun qırmama gərək qalmayacaq. Özümə bunlardan qılınc belə hazırlaya bilərəm. Belə yavaş-yavaş taxtalar toplayaq. Çörək, odun. Hamısı lazım olacaq. Yəni bu videoda ev eləyəcəm. Daşdan aletlər keçəcəm. Ondan sonra isə gələcək videoda dəmir elmas tapmağa çalışacağam. Nəysə, ilk öncə qəşəng bir də maden axtaraq, daş olan yerdə axtarmağa başlayaq. Elə yerdə başlamışıq, ancaq hər yerdə torpaq, su və qum var. Qumlar da lazım olacaq evimizin pəncəsini düzəltmək üçün. Burada bir inek var, onu öldürək. Bir inek qəşəng, bunu öldürdük. Bir yanda burada inek var. Bunu da öldürək. Bu da öldü. Nə çıxdı içindən? Eşlə. Görün nə çıxdı? Aa, bunlar qəşəngdir. Dərilər lazımdır bizə. Dərilə özümüzə sıx belə eləyə bilərik. Gedək qarşı tərəfə. Toyuğa toxunmayacağım, qoy yaşasın. Buradan belə bir bitki çıxıb. Nəsə vermir bizə. Heç şey vermədi. Davam eləyək yolumuzla. Yəni o qədər də yəni daşlıq bir yer çıxmadı. Buradan belə, buradan belə. Bir yaxşı yer olsaydı cəhənnəm, amma yaxşı yer deyil məncə. Yəni ancaq odun var, bir də torpaq var. Bundan başqa heç bir şey yoxdur bunlardan başqa. Aha, tapdıq daş. Yaxşı, indi buraya diqqətlə düşək ki, canımız azalmaz. Alma elə bildim. Düşdük. Tam suya bir dənə dirimli hərəkət. Biraz qazmağa başlayaq. Daşın aletlər hazırladıqdan sonra bir fırın, bir çarpma masası, bir də özümə balaca bir ev eləsəm, mənə bəs eləyər. Digər videolarda da artıq oyunu bitirməyə çalışarım. Qır. Bununla qır, buranı da qır. Çox qəşəng, nə qədər daş alətimiz oldu? 17 daş alətimiz, 17 dənə daşımız oldu. İndi buradan çıxaq. Buradan çıxmaq üçün bizə taxta lazımdır. Taxtalar düzəldək. Bunu belə qoyaq. Sonra belə qoyaq. Da belə də qalxaq. Böyle qədər özümüz qalxdı. İndi buradan da qalxaq. Burada dərsində qəşəng yer var. Buradan da bir baxarıq. Dəmir falan çıxar. Yox, buradan dəmir çıxan deyil. Hələ buradan kömür götürək. Lazım olan meşal eləyərik. İndi keçsək daş alətlərə. Birinci özümüzə çarpma masası eləyək. Çubuq hələ ki var. İlk öncə qəşəng bir balta, qazma, bir də qılınc. İndi balta ilə biraz taxta, odun qıraq. Odunlar taxtaya çevirək. Ondan da artıq ev eləməyə çalışaq. Və dünən də paylaşdığım videoda qardaşım birlikdə xəstəxana düzəltmişdik. Amma qardaşım o xəritəni yadda saxlamadığı üçün onun part 2'sini çəkə bilməyəcək. Amma onun yerinə başqa bir video çəkəcək. Yəni alınmadı. Bunları da qıraq. Çox əla. İndi ev yerimizi seçək. Məncə bu ərazi. Buradan məncə bir köy çıxar, qəşəng bir axtarışa çıxaq. Bura tam bir köylü ərazidir. Aha, çıxdı. Vallahi billahi da çıxdı. Qəşəng. Bundan yaxınlığında ev eləyəcəm. Bura hər dəfə gələcəm. Tarlalarından biraz özümə meyvə tərəvəz yığacam.
Yəni çox qəşəng olacaq. Burada da madən var. Elə bura gəlib qazıntı işləri də apararam. Burada inşallah bir dənə dəmirçi çıxar. Dəmirçidən də yəni bir də dəmir axtarmağa gərək qalmaz. Dəmirlər götürüb özümüz dəmir alətləri hazırlaya bilərik. Bu evdən də başlayaq. Aha, sandıq. Hə, lazımlıdır, almalardır, yəni yeməkdir. Götürək yenə də. Elə burada bir dənə alma var imiş. Sonra gələk bura. Orada da biz qəşəng şey gözləyir. Burada da məncə düz demişəm. Düz təxmin eləmişəm. Yaxşı şey çıxmadı. Buradan yaxşı şey çıxarmır. Buradan da elə alma çıxır. Elə ancaq alma götürdüm. Çünki alma doyuzdurur. Elə ye indidən. Bu ördək yəni doymalıdır. Yəni doymasa olmur. Neydi? Yanlış şeylərə girdim. Nəsə davam eləyək. Portalı da ziyarət eləyək bir. Bəlkə içindən yaxşı şeylər çıxar. Burada qoyun var. Yəni köylərin yatağından bir dənə yataq göstərəm, oğurlayaram. Göstər mən indi sandığın yerini. Sandıq görmürəm niyə. Sandıq yoxdur burada. Yox, elə şey olmaz. Burada sandıq olmalıdır. Qəşəngcə axtaraq. Yoxdur sandıq, boşuna gəlmiş. Lazımdır. Dəmir qoləm var. Onu bilməm öldürəcəm yoxsa yox. İndi baxaram ona. Öldürməyim gəlir. Buradan bir dənə dəmirçi lazımdır, yəni. Aha, dəmirçi. Dəmirçi deyilmiş. Başqa çarə yoxdur. Dəmir qoləmi öldürməliyəm, mütləq. Öldürməsəm içim rahat etməz. Haradadır dəmir qoləm? Dəmir qoləm. Yoxdur. Bu nədir? Dırmaş buradan axtar. Dırmaşmır. Dostlar, dəmir qoləm itirdik. Tapamıram. Heç nə olmaz, birazdan taparam. Buralarda baxaq. Yəni, qarşımıza çıxması da olardı. Yəni, köydə köy deyil. Heç nə çıxmır. Dəmirçi belə yoxdur burada. Bura heç kimə lazım da deyil. Dəmir qoləm hara yoxa çıxdı. Qoy belə bir baxaq. Tez atılıyor mən bu karakterdə. Çox qəşəng. Aha, burada. Bir də vuramadım. Mənim son şansım. Bir dənə bura gəlir. Bağışla. İndi gəl. Qəşəng, bunu öldürək. Baltam qırıldı. Amma dəydi. Çox qəşəng, gül çıxdı, gül əkək. Bir dənə bura, bir dənə bura. Ben bundan indi qərar da istifadə etməyəm. Bunu yenə məncə kazma eləsək daha yaxşı olur. Kazma daha yaxşı. Buradan da dəmir taparıq deyəcəkdim ki, həqiqətən dəmir tapdıq. Bu videoda dəmir tapdıqsa bizə nə xoş. İndi oraya yol eləməliyəm. Və taxtalardan istifadə etməliyəm. 16 dənə bəs eləyir. Creeper qardaş, sakin ol. Səni heç eləməyəcəm. Bir dənə niyyətim bunları götürməkdir. Mən sənə toxunmayacam. Çox qəşəng. Creeper qalsın orada elə. İndi dəmirləri qazaq. Elə 2 dənə. Neyse, indi qaldı yuxarı çıxmamız.
yuxarıya. Yenə gəldim, düşdüm bura. Buradan tərcih çıxıb köydün, hansısa köydün evində yatmalıyam. Elə yatıb videonu burada sonlandıraram. Gələcək videoda düzəldərəm evi. Çəkil bura. Çox qəşəng, vaxtında çıxıb yatdıq. Nəysə, uşaqlar, görüşərik digər videolarda. Kanala abunə olub və like atmayı unutmayın. Sağ olun.